Ey Allah'ın kulları, Allah sizlere rəhm eləsin. Bilin ki, ən vacib olan şeylərin vacibi Allah Subhanahu Taala'nı ibadətdə təhləşdirməkdir. Şirki bilir, şirkdən çəkinməkdir. Şirkdən çəkinmək qulu cəhənnəmdən xilas edib cənnətə daxil olmasıdır. Şirkdən çəkinmək, onu bilmək, onun mənalarını bilmək, ona aparan yollardan, bütün məsələlərdən uzaq durmaqdır. Allah Subhanahu Taala Quran-ı Kərimdə deyir ki, murdar bütlərdən və pis söz deməkdən çəkinin. Xunəfə lillahi qeyri müşrikin. Allah'a hənif olun, həniflərdən olun Allah üçün, müşriklərdən olmayın. Hüzeyfə radiyallahu anh deyir ki, insanlar Allah Resulü sallallahu aleyhi ve sellem'dən xeyr barəsində soruşardılar. Mən isə şər barəsində soruşurdum ki, birdən o şər mənə gəlir çatar. Ey müsəlmanlar, Allah Subhanahu Taala bizləri cənnətilə nicata çatdırması, bizləri oddan tutarmasını, şirkdən salamat olaraq dünyamızı dəyişməyə bağlayıbdır. Müslimdə gələn hədisdə bir kişi Peyğəmbər sallallahu aleyhi ve sellem'in yanına gəlib, iki vacib edəcək bir şeydən soruşur. Deyir Allah'ın Resulü, nədir o iki mucibə insana vacib olur insana? Allah'ın Resulü sallallahu aleyhi ve sellem deyir ki, kim şirk üzərində olarsa da Allah'a şərik qoşaraq, kim Allah'a şərik qoşmayaraq dünyasını dəyişərsə də cənnətə girər. Kim də Allah'a şərik qoşaraq, bir şeyi şərik qoşaraq dünyasını dəyişərsə də cəhənnəmə girər. Həmçinin Buxari Müslimdə gələn hədisdə Əbu Zər radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellem'e deyir ki, Əbu Zər radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Cəəni Cibril mənim yanına gəldi aleyhisselam və dedi ki, ey Muhammed, ümmetindən kim Allah'a şərik qoşmayaraq dünyasını dəyişərsə də cənnətə daxil olar. Əbu Zər deyir ki, ey Allah'ın Resulü, zinə edib araq istəmə belə, zinə edib araq istə belə. Yəni bunlar böyük günahlardır. Sonunda insan tövhid üzərində dünyasını dəyişərsə də nə vaxtsa cənnətə gedəcəkdir. Ey müsəlmanlar, Allah Subhanahu Taala'nın ən böyük haqlarından biri odur ki, ona ibadət, insanlar ibadət etsin və ona heç bir şeyi şərik qoşmasınlar. Onların Allah qarşısında olan haqqı da odur ki, o Allah'tan olan bir xəzlət və Allah'tan olan bir kəramdır ki, onlar ona şərik qoşmadıqsa, kimsə ona şərik qoşmadıqsa ona əzab verməz. Bunun üçün də şirk zülmətlərin ən zülmətidir. Günahların ən əzəmətlisidir, böyük günahların ən böyüdür. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt deyiləndə ki, Allah'ın Resulü, eyyüdən mütə'adan, hansı günah daha böyükdür? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah səni yaratdığı halda sən ona şərik qoşasan, ona tay bərabər tutasan, hədis Buxari Müslimdədir. Ey Allah'ın qulları, Allah ona şərik qoşan kəsi bağışlamaz əgər insan onun üzərində dünyasını dəyişərsə də İnna Allah la yaghfiru an yushraka bihi. Allah ona şərik qoşulmasını bağışlamaz. Yəni kim ona şərik qoşulub şirk üzərində ölərsə də o insan bağışlanmayan insanlardan olacaqdır. İnnehu men yushrik billahi faqad harrama Allahu aleyhil cennə. Kim Allah'a şərik qoşsa Allah cənnəti ona haram etmişdir. Onun düşəcəyi yer cəhənnəmdir. Allah bizləri qorusun bu şeylərdən. Şirk və müşriklər nəcizdirlər. Allah Subhanahu Taala bu barədə bildirir ki, innəməl müşrikûnə neciz. Müşriklər nədir? Nəcizdirlər. Yəni buradakı neciz mənəvi nəcizlikdən söhbət gedir. Yəni şirk həqiqətən və müşriklər nəcizdirlər. Başqa bir ayədə Allah Subhanahu Taala nə deyir? Murdar olan bütlərdən deyir çəkin. Murdar, onları murdar adlandırmışdır. Ey Allah'ın qulları, şirk Allah'a atılan ən böyük iftiralardan biridir. Allah Subhanahu Taala necə deyir Quran-ı Kərimdə? وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ اِفْتَرَى عَلَى اللّٰهِ اِسْمًا عَظِيمًا. Fakat iftara ismen azime. Kim Allah'a şerik koşarsa da artık büyük bir iftira atmış olar. Başka ayda Allah Subhanahu Teala dedi ki: "Omen müşrik billahi faqad dalle dalalan ba'ida." Kim Allah'a şerik koşarsa da o artık uzak bir azınlıkla azmış olar. Şirk emeli puç edir. İnsan şirk ettikdə onun emeli puç olur. Dedik Allah Subhanahu Teala Kur'an-ı Kerim'de bu barədə bildirir. وَلَوْ أَشْرَكُوا لَحَبِتَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Eğer onlar şerik koşsalar, onların ettikleri ameller puç olur. Yani emel puç olur. Başka Allah Subhanahu Teala diyor ki: وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ.
artıq sənə və səndən öncəkilərə vəhiy etdim ki, لَاِنْ اَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ Əgər şərik qoşsan əməlin puç olar. Yenə deyir Allah, وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ və ucuzanlardan olarsan, kusturana düşənlərdən olarsan. Peyğəmbərlərin hamısı şirkdən çəkindirməyə gəlirdi. Bütün peyğəmbərlər gəliblər nəyə? Öz gönlünü dəvət edirlər, tək Allah'a ibadət edin, ona heç nəyi şərik qoşmayın və dəvətləri tövhidə olan bir dəvət olubdur. Bu peyğəmbərlərin hamısının dəvət olubdur. Görmərsən ki, hansısa peyğəmbər öz gönlünə gəlib deyir ki, Allah yaradandır, ruzu verəndir, bütün mülkün sahibidir. Yalnız istisnalar vardır ki, onlara göndərilməyən, mesela Musa Aleyhisselam Firana, İbrahim Aleyhisselam Namruda və bunlara hansı ki, onlara göndərilməmişdir. Onlar sadəcə bu təbliğatı onlara etmişdilər, hansı ki, onların rübiyyəti iddia edirdilər. Amma bütün peyğəmbərlər uluhiyyət tövhidinə dəvət edərək gəlmişdilər. Vay olsun müşriklərin Allah ki, o gün ki, onların zulm edənlərin o üzr gətirməkləri özlərinə fayda verməyəcəkdir. Nə də onlardan həmin günüsü Allah'ı razı salmaq üçün bir əməl onlardan tələb olunmayacaqdır. Buna görə Allah bunları şirkdən çəkinir, onun böyüyündən də, kiçiyindən də, onu aparan yollardan da Rəbbimizin əzabından xilas olun, onun cənnətinə, rəhməti ilə daxil olun. Allah'tan ondan istəyirəm ki, bizləri tövbə əhlindən eləsin, bizlərin və sizlərin günahlarını bağışlasın, o bağışlayan verici vaxtdır.